Ocağımızın başında öz evladlarımız da dönüp kafir olurlar. Mevlana Ali, nevemi getir. Nəsiminin divanıdır bu. Lənətullah aleyhim ecməin. Hökmedar, rəhm elə, nəvən körpədir. Günah onun müəllimindədir. Bax, bu məlun qocada. Varislərini nahaq etibar eləyirsən ona. Mənim nəvəm bir ətək qızıl verib bu kafir əşarına. O dinsizlər yuvasından gətirdi, Bakıdan. Allah sən rəhmə. Gecələr siz İslam ulemasının oğul uşağı bunun çadırına yığışır. Müqəddəs Qur'an əvəzinə Nəsiminin qəzəllərini oxuyurlar. İndi nə eləyək? Edam eləyək varislərimizin hamısını. Şirvanda xanəndələrin dilindən düşmür bu qəzəllər. Bütün Səmərqənd oxuyur bu qəzəlləri. Bütün Xarəzm, bütün Mavərənnəhr. Nə olub cənab Seydlər? Cəmaat niyə belə vurulub bu hülufi şairinə? Cavab verin. İlahidən heç nə gizlin deyil, hökmüdar. Nəsiminin əşarı qüdrətdən yaranır. Şairin kəlamı ilə Allah Taala öz istəkli bəndələrinin qəlbinə nur saçır. Onlara mələk ruhu bəxş edir, gözəlləşdirir. Eşitdiniz, Mövlana Əli necə bəraət verir? Tək deyil o. Bir çox adlı sanlı seyidlər də bu fikirdədir. Demə Nəsimi Tanrının ən əziz bəndəsidir. Allah onun sifətində təcəllə edir. Küfrüdür, müqəddəsata təhqirdir. Dinə təcavüzdür. İslamın bətnində qara yaradı bu. Cənab Seydlər. Teymur deyir bunu sizə. Hamı mənə Peyğəmbərin elçisi deyir. Təzim edir mənə. Təkcə siz itaat eləmirsiniz. Niyə? Sənin hakimiyyətin qılınc və qorxu üstündə bərqərardır. Xırda həşərat, iri həşəratdan qorxur. Qoyun qurtdan, gücsüz adam güclüdən. Cəmi bəşər də Allahdan. Dünyanın özü qorxu üstə bərqərar deyil. Güclü gücsüz insan yoxdur. Kamil insan var, bir də cahil. Cahilin tərz həyatı heyvanatın tərz həyatı ilə doğrudan doyğundur. Qılınc, küllü qırğın, din, Allah xofu, hamısı hökmranlıq üçün gərəkdir sənə. Əcəlim çatacaq, mən də köçəcəyəm bu dünyadan. Amma Allah xofu çıxmayacaq insanın canından. İldırımı, dolusu, tufanı var bu dünyanın. Seli, daşqını, zəlzələsi var. Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq. Və heç nədən qorxmayacaq. Qorxusuz insan, insan deyil. Qudurmuş itdir. Gözdən qoymayın bu iblisi. Nə oldu? Ya bırak dur. Hökmüdar! Hökmüdar onu saldırtmak Nə istəyirsiniz? Hər səfərdə vardatımın yarısını sizə verirəm. Və siz nə verirsiniz mənə? Hanı sizin kəlamınızın qüdrəti? Nə vaxta qədər baş kəsməklə qalib gələcəyəm mən?